Şəkəri düz 14 gün həyatımızdan çıxarsaq bədənimizdə nə baş verər? Cəmi 14 gün şəkəri rasionunuzdan çıxarsanız, qaraciyər və bağırsaqlarınızda əhəmiyyətli dərəcədə dəyişikliklər baş verəcək. Əgər çəki atmaq istəyirsinizsə və qarın ətrafınızda piylənmə problemi yaşayırsınızsa, siz şəkəri həyatınızdan çıxarsanız, bu piyləri əridə bilərsiniz. Çünki şəkəri rasionumuzdan çıxardığımız zaman qaraciyərimizdə olan piylər əriməyə başlayır. Bu da qarın ətrafımızda olan yağların yox olmasına gətirib çıxarır. Bundan əlavə göz ətrafında olan şişkinlik, su yığılması, üzdə olan qızartı və sanaq problemlərində də şəkər çox əhəmiyyətli rol oynayır. Şəkəri rasionunuzdan çıxarsanız, bu problemlərdən də xilas ola biləcəksiniz. Həddindən artıq şəkər qəbulu bilirsiniz ki, orqanizmdə ciddi xəstəliklərə də səbəb olur. Başda şəkərli diabet olmaqla ürək-damar sağlamlığı və bədənimizdə iltihablanma kimi problemlər ortaya çıxa bilər. Çalışın ki, gün ərzində qadınlar 25, kişilər isə 36 qramdan çox şəkər qəbul eləməsinlər. Bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməmizə basmağı və kanalımıza da abunə olmağı unutmayın.